Şəhidlik xalqımızın və dövlətimizin ən müqəddəs dəyərlərindən biridir. Şəhidlər haqqında işlədilən xoşagəlməz ifadələr, ələxüsus da təhqiramiz sözlər qəbul edilməzdir. Azərbaycan qanunvericiliyinə görə şəhidlərin xatirəsinə hörmətsizlik edən bu cür hallarda inzibati məsuliyyətə, cərimə və ya cinayət məsuliyyətinə səbəb ola bilər. Mən Avgözalov Əli Cəmiloğlu. Özüm şəhid atasıyam. Uşağım 44 günlük müharibədə şəhid olub. Gecə 2-nin yarısı bir şəxs yığır, mənə deyir ki, mən Ceyhun Ağayevam. Özüm blogeram. Mənə başlayır şantaj eləmək. Sən haqqda materiallar var. Soruşuram, nə materiallardır? Tanış olandan sonra deyirəm, o borc məsələsi. Deyir, fərqi yoxdur. 2000 manatım varsa, gəl, səhər görüşək. Mən də ona qayıdıb deyirəm ki, mənim pulum zadım yoxdur, ged nə əlindən gəlir, elə. Mənim şəhidimə, mənim yoldaşıma, mənim özümə deyir ki, sənin şəhidin mənim üçün bir leşdir, sən də mənim üçün bir leş atasısan, sonra da başlayır yoldaşımı təhqir eləməyə. Sənin üçün ümumiyyətlə, mənim üçün şəhid atası deyilsən. Sən mənim üçün heç kimsən. Sən heç kişilikdə payın yoxdur. Yaxşı, sənin heç kişilikdə payın yoxdur. Səni bihabır eləyəcəm. Mən sənin qənimin olacam. Mənim üçün leş atasısın. Sənin şəhidin yox, sənin şəhidin mənim üçün bir leş. Sən bir leşin atasısın. Əgər bu gün hansısa qazi şəhidimizə leş deyərək onu təhqir edirsə və sonra mən əsəbiyəm, qaziyəm sözündən istifadə edərək özünü təmizə çıxarmaq istəyirsə, deməli o qazi deyil. Deməli o qazi adından istifadə edənlərdəndir. Bir daha aidiyyəti qurumlardan xahiş edirik, tədbir görsünlər və ictimaiyyətə bununla bağlı məlumat versinlər. Sənin şəhidin mənim üçün bir leş. Sən bir leşin atasısın. Öyle de yok ha, leşin atası. Çox xahiş edirəm dövlətimdən. Mənə bir köməklik, bir dəstə göstərəsiniz.